Buyur Fidanım. Deyir ki, üç tərəfinin cəmi M-ə, sahəsi ən böyük cəmi M və sahəsi ən böyük olan düzbucaqlının diaqonalını tapın. Birinci düzbucağı çəkərik bir dənə. Çəkdik düzbucaqlımızı. Deməli, bir tərəfinə A, bir tərəfinə B deyərik. Qarşı tərəf A da B olacaq. Üç tərəfin cəmi M-ə bərabərsə, yazaraq 2A + B. Yəni 2B + B fərq yoxdur. B bərabər M-ə. Sahəsini istədiyinə görə sahəsi A vur B-yə bərabərdir. S bərabər A vur B-yə. 2A + B bərabərdir M-lə. B-ni əvəzləyərəm. B bərabərdir M çıxılsın 2A-ya. Sahənin ən böyük olmaq üçün nə olmalıdır? Sahənin nəyi? Törəməsi? Tərəməsi 0-a bərabər olmalıdır. O zaman B-ni aparıb yerinə yaza bilərəm. Yəni A vurulsun, M çıxılsın 2A bərabər olur 0-a. Törəməsi bərabərdir 0-a. Aha, payladım. A-M çıxılsın 2A kvadratı, yəni törəməsi bərabər 0-a. Buradan da ki, dəyişənimiz A olduğuna görə A-M-in törəməsi M olur. Çıxılsın 4A bərabərdir 0-a. Törəməsini burada tapdım. M bərabər 4A-ya. Sonra A-nı taparam. A da bərabər. Çünki bizə sadəcə bir M verilib. A-nı M ilə ifadə etməliyim. A bərabərdir. M böl 4. M böl 4-ü gətirib yerinə yazsam, olur B bərabərdir. M çıx. 2 vurulsun A-nın yerinə. M böl 4. Bundan bu ixtisar getdi. 2-də 2 M-dən 2-də M çıxanda olur B bərabərdir. M böl 2. M böl 2. Diaqonalını istəyir bizdən bu düzbucaqlının. Verilən bu düzbucaqlının diaqonalını tapmaq üçün də A-sı nədir? Bərabər D kvadrat. Düzbucağı Düz turuna. O zaman düz turuna yazaq. D bərabər kök altında. A kvadratı, yəni M böl 2-nin kvadratı üstə gəlsin, M böl 4-ün kvadratı. Bunun kvadratı üstə gəlir M böl 4-ün xaricdən kvadratı. Bu eləyir neçə? Kök altında M kvadratı bölünsün 4, üstə gəlsin M kvadratı bölünsün 16. Kvadrat müəllim biz kubik. Bu kvadrat, hə. D bərabərdir. Birinci sürətin məqrəsini 2-yə vursaq. 2-yə vursaq canavar. Bloka hazırlaşan şagirdim mənim. Müəllimin kvadratı 4 yazanda sən nə olasın? Demək burada 16-da 4M kvadrat 16. Aha. 16-da 5M kvadratı. M kvadratdan 16-nı çıxartdım çələ. M bölünsün 4, vurulsun kök altında 5. M böl 4. Yəni M kökdə 5 böl 4. Bir problem var yoldaşlar?